Apardıq, səni apardıq. Təsəlli sən Jeep, yəni Ferrari apardıq. Salam əziz izləyicilərimiz. Bugün Azərbaycanda olmayan drag racing yarışı keçirəcəyik. Görün sizə bugün bura nələr gətirmişəm. Audi RS, Porsche, M5, Ferrari, Lambo, X5M, Avatar və bugünkü sürüşün favoriti Xpeng G9. Elvin hazırıq. Həmişə kimi. 551 at güclü bu qara əcdaha sənin. Başlayaq onda. Başlayaq. Getdi. Porsche ilə tərpənirik, 420 at gücü. Porsche qaqaş. Porsche ilə Xpeng G9. Hazırıq. Apardıq, səni apardıq. Apardıq özü necə? 2 korpus. 2 korpus apardıq Porsche. Sana bu Jeep ne var ya? Növbəti rəqibimiz Ferrari. 570 at gücü. 4-5 atmosfer. Ferrari'ni bərk apardıq, sən öl. Üzr istəyirəm, belə danışırma görə posta emotsiyalarım yüksəkləşib, adrenalinlə qalxıb, təsəlli sən Jeep, yəni Ferrari'ni apardıq. İndi isə mənim dostlarım 2 dənə elektrik kar, Avatar 578, Xpeng 551. Sadəcə fərqləri nədir? Biri sedan, biri Jeepdir. Tərif edəyim bunları. Sedanı apardıq bura. Sedanı apardıq, elektrikli at gücü də çoxdur. Bizim maşından da yüngüldür. Üstəlikcə də ikisi də elektrikdir. Başa düşdüm, tema bu. Apardıq. Mənim üçün ən maraqlı olan yarışma olacaq. Çünki 2 dənə Jeepdir. X5M 625 at gücü. Allah, bu nə sürüş idi? X5M'dən ağız-ağıza sən öl. Ağız-ağıza. Kim keçdi görəsən? İndi isə M5-lə 625 at gücü. Tərpənək. Səni aparır səni! Geçək. Ucu finişə çatda F90 çatdı bizə. Amma yəni dinmək olar ki, bir keçdik finişə. Bu Jeepdir bu, qardaş. Jeepdir, sedan deyil, ailəli maşındır. Ailəli maşın gördüyü deyil. Bu sürüşdə Xpeng 551 at gücü, Lambo 640 getdik.
İndi isə sürüşümüz Audi RS-ləndir. 560 at gücü, 4 çəkən. Başlayaq. Elvin, mən onsuz da bu modeli sevirdim. Bugündən sonra gözümdə elə qalxdı. Elə qalxdı. Fəxr elədim bugün. Sən dedin, baxın nəticələr olacaq. Gördün neyini? Bəli. Əziz dostlar, çəkisi 2500 kiloqramdan çox olan bir SUV üçün mənə elə gəlir ki, bugün Xpeng G9 çox mükəmməl bir nəticə göstərdi. Çox mükəmməl. Məncə də. Çünki yəni belə sportkarlarla, belə maşın, Jeep olaraq belə nəticə göstərmək, yəni möhtəşəm bir rezultatdır məncə. Pilotumuza təşəkkürlər. Elvin, Allah çox sağ ol. Sən də sağ ol. Artıq Xpengin ikinci modeli idi ki, test eləyirdin. Ümumi olaraq Xpeng haqqında və P7-ni də sürmüsən, G9 da sürmüsən. Fikrin qısa olaraq. Mən elektrik avtomobili sürməmişəm, amma bunu sürdüm, bunları sürdüm, yəni Aha. çox böyük bir emotsiya yaşadım və çox xoşuma gəldi sözün açığı. Təşəkkürlər. Sizə Çox sağ olun. Sürüşlərə də özünüz qiymət verin, komentarlarda yazın və məncə artıq söhbət eləməyə ehtiyac yoxdur. Hələlik. Sağ olun.